Bizə tez-tez verilən suallardan da biri Qurani Kərimi pul müqabilində tədris etmək olarmı sualıdır. Və bu sual əslində çox geniş bir formada izah olunmalıdır. Biz bu suala nə bəli, olar deyə bilirik, nə də yox, olmaz deyə bilirik. Səbəblərini izah edəcəm. İlk öncə bildiyimiz kimi Qurani Kərim Allahın kitabıdır və Allahın kitabı insanlara çatdırılmalıdır. Lakin bildiyiniz kimi keçmişdə Qurani Kərim müəllimlərinə xüsusi bir maaş ayrılırdı. Müəyyən bir vəqflər və ya dövlət tərəfindən deməli Qurani Kərimi tədris edən müəllimlərə hər ay maaş verilirdi və onların hər hansı bir tələbədən hər hansı bir müqabil alması ehtiyac olmurdu. Və ya Türkiyənin özünü misal deyə bilərəm. Deməli, Türkiyədə bildiyiniz kimi Qurani Kərim müəllimləri hər ay müəyyən məvacib alırlar. İstər Türkiyə Dəyanət Vakfı tərəfindən və istərsə də özəl vakflar tərəfindən müəllimlərə maaş verilir və müəllimlərin tələbədən hər hansı bir şey alması istəməsi nəzərdə tutulmur. Çünki bu məsələ həll olunur. Lakin bizdə isə Azərbaycanda isə məsələ tamamilə biraz başqa formada hələ ki cərəyan edir. Qurani Kərim müəllimlərinə hər hansı bir məvacib verilmir. Xüsusi müəllimlər var, hansı ki onlar Qurani Kərimi öyrəniblər, əzbərləyiblər, hətta hafiz olanlar var. Bəzən baxırsan ki, onlara məvacib verilsə də, o məvacib onlara bəs etmir, yetmir, kifayət eləmir. Və onun üçün də bəzən tələbələrdən onlar hər hansı bir məvacib istəmələri olurlar. Əgər müəllimin buna ehtiyacı varsa və Qurani Kərim tədris edirsə və bu işlə məşğul olmaq istəyirsə və bu iş sahibidirsə, əhlidirsə, bu zaman tələbədən hər hansı bir məvacib alması problem deyil. Dediyim kimi, hər bir ölkəyə uyğun cavab verilməlidir. Məsələ Azərbaycandan gedir. Lakin müəyyən şərtlər var. 1. Qurani Kərim tədris edən müəllim ilk öncə niyyəti Allah rızası üçün olmalıdır. Yəni, pul müqabilində mən bunu tədris edirəm deyə niyyət olmamalıdır. Niyyət Allahın kitabını insanlara öyrədirəm, vaxtımı sərf edirəm və mənim də bu deməli yaşam üçün müəyyən məvacibə ehtiyacım var deyə bu formada məvacib və ya tələbədən hər hansı bir aylıq maaş və ya məbləğ götürə bilər. Başqa dillərdə olduğu kimi ingilis dilində, rus dilində necə ki tələbə müəllimə hər ay ödəmə eləyir və onun yanında dərs alır, eyni ilə Qurani Kərimdə də bu formada da etmək olar. İkinci şərt, birinci niyyət. İkinci şərt, Qurani Kərimi tədris edən müəllim tələbənin maddi durumuna baxmamalıdır. Məsələn, bəzən tələbə ola bilər ki, tələbə gəlsin, maddi durumu yoxdur, Qurani Kərimi öyrənmək istəyir və müəllimin buna vaxtı varsa, həmin tələbə ona uyğundursa, ona yox, mən sənə tədris etmirəm deməməlidir. Əks halda böyük bir günah qazanmış olur. Bu iki şərtə əməl edərsə müəllim, hər hansı bir deməli, Qurani Kərim tədrisindən məbləğ, məvacib ala bilər. Həmçinin tələbələrə də müəyyən şərtlər vacib olur burada. Tələbə hər bir zaman Qurani Kərim tədris edən müəllimin hörmətini və ehtiramını saxlamalıdır. Yəni, mən bu müəllimə məvacib ödəyirəm deyə hər şey edə bilərəm. Yəni, dərsə vaxtında gəlməyə bilərəm. İstədiyim kimi onunla rəftar edə bilərəm, olmamalıdır. Qətiyyən. Həmçinin tələbə o məvacibi verəndə elə formada verməlidir ki, o müəllimin hörmətini və izzətini alçatmasın, aşağı salmasın. Elə bir şəkildə verməlidir ki, o müəllim o məbləği götürdükdə onun izzətinə hər hansı bir xələl gəlməməlidir. Bu mütləq bir şərtlərdir. Və tələbə bacarmalıdır ki, Qurani Kərim müəlliminin hər zaman hörmətini, ehtiramını uca tutsun.
Lakin Quran-ı Kərimin tədrisində hər hansı bir pul almağı yox deyənlər isə bu ayəti bəzən misal gətirirlər. İnnellezîne yeşterûne bi âyâtillâhi və bi ahdillâhi thəmənən qalilə. O kəslər ki, Allahın ayətlərini ucuz qiymətə satırlar. Birinci, bu ayət Quran-ı Kərimin tədrisinə aid deyil. Ucuz qiymətə satmaq keçmiş dövrlərdə bəzi insanlar tərəfindən Allahın kəlamını, xüsusən də İncil və ya Tövrat kitablarında olan ayətləri hökmlərini dəyişdirmək müqabilində, hökmlərə əməl etməmək müqabilində bəzi insanlardan pul alıb hökmləri əməl etmirdilər və ya icra etmirdilər. Onlara aiddir Allahın ayətlərini ucuz qiymətə satmaq. Yəni, bu Quran-ı Kərim tədrisi ilə heç bir əlaqəsi yoxdur. Sözsüz ki, bu məsələdə ilk birinci niyyətdir. Niyyət həm müəllimdə, həm tələbədə Allah rızası üçün olmalıdır və müəllimin buna ehtiyacı olmalıdır. Əgər müəllimin buna ehtiyacı varsa, o zaman hər hansı bir məbləğ ala bilər. Yox, ehtiyacı yoxdursa, ən yaxşısı, ən gözəli tələbədən Quran-ı Kərim tədrisi üçün məbləğ almamasıdır. Və çalışmalıdır Quran-ı Kərim müəllimləri ümumən heç nədə ehtiyacı olmasınlar. Çünki onlar Allahın kitabını tədris edənlərdirlər. Onlar Quran-ı Kərimi əzbər edən, əzbərlətdirən insanlardır. Onların hər zaman deməli, hörməti, izzəti üstün tutulmalıdır. Esselamu aleykum və rəhmətullah.